Deməli, məsələ ABC sınaq toplusundan sınaq 24-ün 7-ci məsələsidir. Baxaq məsələyə. Deyir ki, endosperm hüceyrəsində 42 xromosomu olan diploid erkək bitkinin tozcuğu, yəni endosperm hüceyrəsi siz bilirsiniz ki, 3N xromosom dəstindədir. Deyir ki, 3N-i 42-yə bərabər olan diploid bitkinin erkək bitkinin tozcuğu. İndi baxaq görək bunun N-i neçəyə bərabərdir? Deməli, N-i 14-ə bərabərdir. Deməli, bu tozcuq bilirsiniz ki, özü haploid xromosom dəstindədir spermlər və bunun haploid xromosom dəsti 14-ə bərabərdir. Tozcuğu yarpaq bitki hüceyrəsində. Siz bilirsiniz ki, yarpaq somatik hüceyrədir. Deməli, somatik hüceyrəsi bu diploid xromosom dəstindədir. Deməli, dişi bitkinin diploid xromosom dəsti 42-yə bərabərdir. Deyir ki, 42-yə bərabər diploid bitkinin dişiciyini tozlandırmışdır. Onda biz həmişə kimi rüşem kisəsi çəkək sizə. Deməli, dişi bitki, biz bildik ki, dişi bitki diploid xromosom dəsti 42-yə bərabərdir. Biz bilirik ki, diploid xromosom dəst onun mərkəzi hüceyrəsinin xromosom dəstini bildirir. 42, deməli, yumurta hüceyrəsi 21-dir və onu tozlandıran spermlərin xromosom dəsti isə 14-ə bərabərdir. İndi bizə nə soruşur? Əmələ gələn hibridin endosperm hüceyrəsi. Biz bilirik ki, endosperm hüceyrəsi mərkəzi hüceyrə ilə spermatozoidin birləşməsindən əmələ gələn hissədir və bu bizə verir neçə? 56. Deyir ki, hibridin endosperm hüceyrəsində neçə xromosom olur? Cavab 56.